uşaqlar, bugün biz Papi'nin məntiq kitabına baxacağıq. Burada Papi məntiq öyrənir, biz də onunla bir yerdə öyrənəcəyik. Bənzərlik mövzusuna baxırıq, görək burada nələr var. Deyir, arıların qanadlarına görə çətirlərini rəngləyin. Qanadlarına görə çətirləri rəngləyəcəyik. Gəlin baxaq. Bax, 3 qanadlı arının çətiri olmalıdır narıncı. 2 qanadlı arının çəhrayı, 4 qanadlı arının mavi və 3 dənə qanadlı və baxın, bunda zolaqları var. Olacaq yaşıl. İndi gəlin tapaq. Bunda birincidə 3 dənə qanad var. Amma hansı ilə eynidir? Birinci ilə, yəni narıncı olanla. Biz bunu narıncı rəngləməliyik. Deməli, bu çətiri biz narıncı rəngləyəcəyik. Eləmi uşaqlar? Biraz telefon boyasıdır deyə. Belə. Sonra deyir ki, sonrakına baxaq. Yəni 3 qanadlı. Üçü də amma zolaqlı. İçində baxın xətləri var. Bununla yaşılla eynidir. Bunda biz bunu yaşıl rəngləməliyik. Yaşıl rəngləyəcəyik. Sonra baxırıq 2 qanadlı arıya. 2 qanadlını çəhrayı rəngdə rəngləyiblər. Biz daha rəngləmirik. 4 qanadlı arıya baxın. 4 qanadlı arının nə rəngdir? Mavi rəngdir. Çətiri biz mavi rəngləyəcəyik. Mavi rəng, səliqəli rəngləyək. Burada çətirimiz mavi olacaq. Bəs sonra uşaqlar. Sonra 2 qanadlı arı var. 2 qanadlı çəhrayı idi. Biz seçək, çəhrayı rəngdə rəngləyək. 2 qanadlı arımızı çəhrayı rəng rənglədik. Sonra nə edəcəyik uşaqlar? Deməli, sonra baxırıq 3 qanadlı və xətləri var içində. Görürsünüz? Yaşıl rəng. Bunu yaşıl rəngləyəcəyik. Sonra uşaqlar baxırıq növbətiyə. Bu da eynən bundandır. Baxın, yaşıl rəngləyəcəyik. İçində xətləri olan. Bunu da yaşıl rəngləyəcəyik və 4 qanadı olan nə rəng idi uşaqlar? 4 qanadı olan, baxın, mavi rəng idi. Bunu mavi rəng rəngləməliyik. Mavi və 3 qanadı var, amma birinin içində xətlər var. O da narıncı rəng idi. Seçək, narıncı rəng rəngləyək onu. Hamısını tapdıq uşaqlar. İndi keçək. Deməli, indi keçək növbətiyə. Növbətidə deyir ki, hər planetin oxşarını tapıb birləşdirin. Gəlin tapaq. Uşaqlar, oxşarını tapaq, birləşdirək. Baxın, bu planetin oxşarı budur. Eləmi? Sonra bu planetin oxşarı hardadır uşaqlar? Burada. Bununla bu oxşardır. Karışnivlər rəngləri qarışdırır. Çəhrayılar birdir, mavilər birdir. Yer kürəsinə baxın. Yer kürəsində birləşdirdik və sarında birləşdi. Hamısı birləşdi. Keçək görək nədir? 12-də deyir ki, açarlara baxın və istiqamətlərinə görə rəngləyin. Gəlin baxaq. Açarın istiqaməti. Deməli, mavi olanlar üzü yuxarı olmalıdır. Baxın, bu mavi olandır. Mavi üzü yuxarı və sağa doğru. Bunu mavi rəngləyəcəyik. Bu sola doğrudur ağız hissəsi. Bu qırmızıdır. Bir də var üzü yuxarı olan. Yoxdur. Tutacağı aşağıdadır. Açan yeri üzü yuxarı. Qırmızıdır digərləri. Tutacağı aşağı olan. Bunlar qırmızıdır. İkisi.
Sonra yaşıl renk. Baxın, yaşıl. Yuxarı olanlar sarı. Bunlar sarıdır. Yəni ki, belə sağa tərəf sarı. Bunların rengi var uşaqlar. Bunların yoxdur rengi. Bu 2 dənə qaldı. Sonra 13-də verilmiş dairələrlə eyni olanları tapın və rəngləyin. Verilmiş dairələrlə eyni olanları. Deməli, ortada yuxarıdan ikinci qırmızı olmalıdır. Yuxarıdan ikinci. Baxın, buna aiddir. Bir də deməli, işarələdik. İndi gəlin bunları rəngləyək. Göy, göy, yaşıl, üçüncü dairəmiz və sarı axırıncı dairəsi. Bu da eyni idi. Bunun da axırıncı dairəsi sarı, yaşıl və üstü olanı mavi rəngləyək. Yəni mavi deyəndə bu göy rəngdir. Sonra baxın uşaqlar. Var hələ yenə var. Bu da eynidir. Sonuncusu sarıdır. Burada da sonuncusu. Birincisi mavi edirik. Sonra ikincisi yaşıl götürmüşük. Hə, üçüncüsü yaşıldır. İkincisi qırmızı. Sonra uşaqlar. Yenə var. Üçüncü yaşıl olan baxın. Bu da eynidir. Deməli ortaları qırmızıdır. Bunda da eynidir. Birinci mavi ilə başlayıb ortası qırmızıdır. Sonra götürürük. Yaşıl rengi var idi. Bunda yoxdur. Bunu rəngləyək onda. Sarı rengi. Bunların sonuncusu sarıdır hər ikisinin. Və bir dənə qaldı. Tünd göy olan, yəni mavi rengi götürək. Tünd mavi, yəni belə deyək də. Sonra bunlar amma aid deyil. Bunlar yoxdur. Sonra baxırıq. Burada nə deyir? Onda bənzərlik. Qar adamlarının özünə görə ayaqlarını rəngləyin. Ayaqlarını yəqin yazmaq istəyiblər. Önünə görə. Burada çapda yəqin səhv olub. Qar adamlarının papaqlarını bəlkə yazmaq istəyiblər. Papaqların olar. Vedrələr, papaqları var burada. Vedrə qoyublar. Gəlin baxaq görək önünə görə. Biri bu sağa baxır, bu isə sola baxır. Sağa baxanları yaşıl, sola baxanları isə mavi rəngləməliyik. Sağa baxanların yaşıl rəngləyəsiz papaqların. Sağa baxanların. Mən də rəngi göstərirəm, özünüz səliqəli rəngləyin. Sola baxanlara amma mavi. Sonra rəng sıralaması eyni olan boya qabını tapın. Gəlin baxaq. Bax, rəng sıralaması eyni olan. Bunda ikinci qırmızıdır, amma bunda göydür. Bu deyil. Qırmızı, göy. Burada artıq sarıdır, burada yaşıldır. Bu da deyil. Bu sarı ilə başlayıb, bu da deyil. Bunun sonuncusu sarıdır, bunda amma qırmızıdır, deyil. Burada baxırıq. Deməli, mavi ilə başlayıb, deyil. Burada baxın, bu narıncıdır, bu sarıdır, deyil. Bütün rəngləri eyni olan 7-cidir. Axırıncıda da bu sarı, narıncı ilə başlayıb, bu da qırmızı ilə. Deməli, eyni olan budur. 9-da
Körpələrin bezlərini əşyalarına uyğun rəngləyin. Gəlin baxaq. Bunun yastığı var uşaqlar, görürsünüz. Yastıq hansındadır? Deyir, sarı rənglə yastıq olanı. Bunu sarı rəngləyəsiniz. Sarı boyayasınız. Sonra göz üzərliyi olanı, yəni göz muncuğu olanı, göz muncuğu qırmızı istəyir. Bunu qırmızı rəngləyəsiniz. Sonra elə rəngləyin ki, göz muncuğu rənglənməsin. Sonra bantik olanı narıncı. Olanı narıncı. Və topu olanı mavi. Və butulkası olanı, yemək butulkası olanı, onu biraz açıq mavi istəyir. Tonun biraz mavidir. Bu birinin onda tünd mavi var mı bizdə? Bizdə rənglər yəni o qədər yoxdur, amma seçmək olur. Bunu biraz tünd seçsək. Yəni birim biraz tünd eləyin rəngin, birini açıq. Yaşıl rəng. Burada. Və əlində oyuncaqdır deyəsən, oyuncaq oxşayır. Şık-şık oyuncaqlar olur ya ondan. Qırmızı. Bunda. Sonra burada nədir? Geyimlərə uyğun papaqları tapaq və birləşdirək. Gəlin baxaq. Baxın, oğlan qırmızı köynək, göy şalvar geyinib. Deməli, buna qırmızı və göy rəng olan papaq uyğun gəlir. Eləmi? Sonra qız narıncı köynək, qəhvəyi şalvar, narıncı ayaqqabı geyinib. Buna narıncı və qəhvəyi olan papaq uyğun gəlir. Oğlan sarı köynək, belə deyək, oğlan geyinib və qırmızı şortik bu uyğun gəlir. Sonra qız sarı köynək, yaşıl yubqa, sarı yaşıl papaq, oğlan yaşıl köynək, göy şalvar, göy və yaşıl rənglərdən ibarət olan papaq uyğun gəlir ona. Qızların geyimlərini tapın və eyni rənglə rəngləyin. Geyimlərini necə tapaq? Baxın, bunun ətəyində dairələrdir. Bunun ətəyində ulduzlardır. Bu qızın ətəyində isə ürəklərdir. İndi baxırıq. Başqa fərqli bir şey varmı? Yox, hamısı deyəsən eyni dayanıb. Sadəcə ətəklərinə görə fərqlənir. Onda mən işarələyəcəm hansını necə rəngləyəsiniz. Baxın, ulduz olanı bununla rəngləyəsiniz. Göy rəngdir. Onun paltarının rəngi ilə. Dairə olanı birinci qızla, yenə ulduz olanı səhv göstərdik. Ulduz olan ikinci idi. Dairə olan birinci qızdır. Ürək olan üçüncü qızdır. Dairə olan yenə birinci qızdır. Və ulduz olan ikinci qızdır. Belə rəngləyəsiniz.